Salam dəyərli izləyicilər, Güvən Nəşrlərinin bugün keçirdiyi 11-ci siniflər üçün Sınaq 10-un testlərinin izahını təqdim edəcəm sizlərə. Başlayaq 31-ci sualla. Qəmərli və Qarababa döyüşləri nəticəsində Qəmərli döyüşü 1804-cü ildə olubdur. Ruslar Qacarlara məğlub olubdur. Qarababa da 1809-cu ildə olub, yenə də Ruslar Qacarlara məğlub olubdur. İrəvan qalası Rus qoşunlarına təslim oldu. Bu vaxtı tutulmamışdı İrəvan. İrəvan 1827-ci ildə tutulubdur. 1827 2-ci Rus-Qacar müharibəsində 2-ci Rusiya-Qacarlar müharibəsinin müqəddəratı həll olundu. 2-ci Rus-Qacar müharibəsinin müqəddəratı 1826-da Gəncə döyüşünə aiddir. Osmanlı dövləti Cənubi Qafqazdakı Rus işğallarını tanımağa məcbur oldu. Bu 1812-ci ildə Buxarestdir, bir də 1829 Ədirnə müqavilələridir. Rus qoşunlarının İrəvanı ələ keçirmək cəhdi baş tutmadı. Doğru cavab bu olacaq. Çar Balakən cəmaatlığı Rusiyanın himayəsinə keçdi 1803-cü il andlı öhdəliklə. 19-cu əsrin sonlarında Cənubi Azərbaycan və 20-ci əsrin ikinci 10 illiyində Şimali Azərbaycan tarixi üçün oxşar cəhət. 19-cu əsrin sonları Cənubi Azərbaycan, 20-ci əsrin ikinci 10 illiyi, yəni 1911-1920-ci illər. Bu dövrlərdə nə götürə bilərik? Cənubi Azərbaycanda da baxaq. Üsulü cədid məktəblərin əsasının qoyulması bu aid deyil. Qadınların möhtəkirliyə qarşı çıxışlarının baş verməsi, yəni ki, belə olmalıydı. Doğru cavab bu olacaq. Qadınların demək, Cənubi Azərbaycanda 1898 Zeynəb Paşanın üsyanı var idi. Burada da 1916-cı ildə Bakıda müharibə dövründə, Birinci Dünya müharibəsi dövründə qadınların möhtəkirliyə, yəni süni qiymət artımına qarşı üsyanları olmuşdu. Üsul cədid məktəblərin əsasının qoyulması 19-cu əsrdə həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda, ona görə bunu götürmürük. Sovet Rusiyasının işğalına məruz qalması, Sovet Rusiyası Cənubi Azərbaycanı işğal eləməyibdir. Ümumiyyətlə, Şimali Azərbaycanı da 1920-ci ildə işğal eləmişdir. Ərazi muxtariyyəti əldə edilməsi uğrunda mübarizə aparılması 19-cu əsrin sonlarında Cənubi Azərbaycanda olmayıbdır. İlk dəfə Cənubi Azərbaycanda 1917-20-ci illərdə Xiyabani hərəkatından götürə bilərik. Şimali Azərbaycanda muxtariyyət əldə edilməsi, o da 20-ci əsrin əvvəllərində yavaş-yavaş başlayır milli azadlıq hərəkatı ilə. Xalisə torpaqların kəndlər arasında bölüşdürülməsi Şimali Azərbaycanda 20-ci əsrdə elə söhbət olmayıbdır. Cənubi Azərbaycanda da xalisə torpaqları 1886-cı ildə bu dövlət torpaqları idi, satışa çıxarılmışdı. Keçək növbəti 33-ə baxaq. Xəritədə işarələnmiş dövlətə aid doğru bəndləri müəyyən edin. Deməli, bu dövlət Almaniya Federativ Respublikasıdır. AFR. Avropa İqtisadi Birliyinin üzvlərindən idi. Bəli, doğrudur. Götürəcəyik. Willy Brandt ilk federal kansleri seçilmişdir. Xeyr. Adenauer olmuşdur. Konrad Adenauer ilk federal kansler. İngilis, Fransız və Amerikan işğal zonalarının birləşdirilməsi nəticəsində yaradılmışdır. 1949-cu ildə o da aiddir. Berlin şəhəri paytaxt elan edilmişdir. Bu ADR-ə aiddir. AFR-ə yox, ona görə bunu götürmürük. Cavab 1-3 D bəndi. Növbəti 34. İstehsal təsərrüfatının mövcud olduğu dövrə aid deyil. Yəni, istehsal təsərrüfatı yaranır. Mezolit dövrü. Mezolit davam edir. Son Tunc dəmir dövrünə qədər. Ondan əvvəlki dövrləri götürə bilər, ya da ondan sonraki dövrləri. Bəzi qəbirlərin üzərində kurqanların qurulması ilk dəfə erkən Tunc dövrünə aid olmuşdur. Süni yolla əldə olunan oddan istifadə olunması. Yəni, süni yolla od orta paleolit dövründə başlayır və sonraki bütün dövrlərdə, indinin özündə də süni yolla od əldə edilir. Yəni, gözləmirik ki, ildırım çaxsın.
meşəni yandırsın. Deməli, aid deyil. Quruçay mədəniyyətinin formalaşması. Bu bir dövr aid. O da alt paleolit dövrüdür. Ona görə də cavab bu olacaq. Alt paleolit dövründə də hələ istehsal təsərrüfatı yox idi. Əhalinin oturaq həyata keçməsi artıq neolit dövründədir. İri tayfa birliklərinin yaranması orta Tunc dövrünə aiddir. Cavab C oldu. 35-ci suala baxırıq. İrəvan xanlığı, Naxçıvan xanlığı, Gəncə xanlığı. İki hakimiyyətliyin mövcud olması. Gəncədə olub iki hakimiyyətlik, bir də Şamaxıda olmuşdu. Heydərqulu xan tərəfindən əsasının qoyulması Naxçıvan xanlığına aiddir. Şəki xanına qarşı gürcülərlə müttəfiq olması. Bu söhbət Qızılqaya xəyanətindən gedir ki, hər üç xanlıq da burada iştirak eləmişdi. C-ni götürəcəyik. Qarabağ xanlığından asılılığın qəbul edilməsi. Pənahəli xanın vaxtında İrəvan, Naxçıvan, Gəncə tabe edilmişdi. İbrahim Xəlil xanın vaxtında da Naxçıvan, Gəncə tabe edilmişdi. Yəni hamısına aid götürəcəyik. Əfşar sülaləsindən olan xan tərəfindən idarə olunması İrəvan xanlığının əsasını Mirmehdi xan Əfşar qoymuşdu. Yeni də götürəcəyik 1-ə. Y, B, A, C, D. Y, B, A, C, D cavab D bəndi olacaq. 36-cı suala baxaq. Məntiqi ardıcılığı tamamlayın. Əhməd xanın Moskva knyazlığına yürüşü, Uqra görüşü 1480-ci ildir. Bununla da burada görüş olur, döyüş olmur. Ona görə də Qızıl Ordu xanlığı zəifləyir və Rus knyazlıqları Moskva knyazlığının da onlardan asılılığına son qoyulmuş olur. Cavab B bəndini götürəcək. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Qarabağda xüsusi idarə komitəsinin yaradılması, Kəlbəcərin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələnin qaldırılması bu 1989-da olubdur. Xüsusi idarə komitəsinin yaradılması. Yəni bu Kəlbəcərlə əlaqəsi yoxdur. Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycanda 1969-82-ci illərdə ermənilər belə bir iddia irəli sürmüşdülər Kəlbəcərlə bağlı. O da Heydər Əliyev rayona yol çəkməklə oranın iqtisadi potensialını inkişaf elətdirmişdi və ermənilərin bu istəyini, arzularını boğazlarında qoymuşdu. Edelveys planının hazırlanması, Bakı neftinin Almaniyaya göndərilməsinin qarşısının alınması. Edelveys planı elə Almanların Qafqazı işğal planı idi. Yəni bununla əlaqəsi yoxdur. Zəngəzurun bir parçasının itirilməsi. Naxçıvan ərazi baxımından Azərbaycan əsas hissəsindən ayrı salınması. Bəli, doğru cavab bu olacaq. Yuxarı Zəngəzur 1921-ci ilin yayında verilir ermənilərə Sovet Rusiyası tərəfindən. Doğrudur. Naxçıvan Azərbaycandan ayrı düşmüş oldu. Pişəvərin başçılığı ilə milli hökumətin təşkili, Rıza Şahın hərbi polis rejiminin iflasa uğraması. Demək, Pişəvərin milli hökumət yaratması 1945-dir. Rıza Şahın hərbi polis rejiminin iflası isə 1941-ci ildədir. 41-ci ildə burada İngilis və SSR qoşunları İrana girəndən sonra Rıza Şahın hərbi polis rejimi iflasa uğrayıb. Pişəvərin milli hökumətin yaradılması ilə əlaqəsi yoxdur. İmam Mustafayev Sovet İKP-MK'nın birinci katibi seçilməsi 1954-dədir. İrandan gəlmiş Azərbaycanlıların deportasiya edilməsi ondan əlaqəsi yoxdur. İrandan gəlmiş Azərbaycanlıların deportasiya edilməsi kollektivləşdirmə dövrünə düşür. 1938-ci ildə deməli daha doğrusu repressiya illərinə 1938-ci ildə belə bir qərar qəbul edilir ki, ya Qazaxstana köçməlidirlər İrandan gəlmiş Azərbaycanlılar, ya da ki İrana qayıtmalıdırlar. Onlara çox az bir vaxt verilir və nəticədə də çoxsu Şimali Azərbaycanı artıq məcburi şəkildə tərk etmək məcburiyyətində qalır. Bununla da əlaqəsi yoxdur. Cavab C bəndi. Demək, 38. Həsən Padşahın Şeyx Heydəri Ərdəbil hakimiyyətinə taxta çıxarmasına təsir göstərmişdir. Bu bir dənə hadisədir. 1468-69-cu illərdə Teymuri hökmdarı Əbu Səidin Ağqoyunlular üzərinə yürüşündə Şeyx Heydər Həsən Padşaha yardım etmişdi, Qızılbaşlar,
Və bunu bu qələbə münasibətilə də yardımına görə də Həsən Padşah Şeyx Heydəri 1470-ci ildə Ərdəbildə hakimiyyət taxtına çıxartmışdı. Qızılbaşların Teymurilərə qarşı mübarizədə Həsən Padşaha yardım göstərilməsi cavab Y olacaq. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında Afinalıların üsyanına səbəb oldu. 6-cı yüzillikdə Afinada tiranlıq hökm sürürdü, tiranlıq yaranmışdı. Son islahatlarından bir müddət sonra yaranmışdı bu tiranlıq. Lakin bu tiranlıq Afinalıların adət-ənənələrinə, onların qayda-qanunlarına uyğun gəlmədiyinə görə 6-cı yüzilliyin sonlarında da üsyan nəticəsində tiranlıq ləğv edilmişdi. Tiranlıq tək başına zorakı yolla ələ keçirilmiş hakimiyyət idi və tək başına zorakı hakimiyyəti bildirir tiranlıq. 6-cı yüzilliyin sonlarında da tiranlığa son qoyulandan sonra demokratiya yaranmış olur. Növbəti 40-cı suala baxırıq. Müasir xəritədə A və B ilə işarələnmiş şəhərlərin 11-ci əsr tarixinə aid xüsusiyyətləri Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, A Gəncədir. Bura qeyd edirik Gəncə. B də Beyləqana düşür. Beyləqan. Əhalisinin Slavyanlar tərəfindən divan tutulması bu Beyləqan olacaq. Nəyə görə? Deməli, söhbət bu hansı hadisədir? 1030-cu ildə Slavyanlar yürüş edərkən Şəddadi hökmdarı Musa ibn Fəzil qardaşının Beyləqandakı qiyamını yatırmaqdan ötürü Slavyanlardan kömək istəmişdi. Ona görə Beyləqana Slavyanların yürüşü var. Səlcuq canişinliyinin mərkəzinə çevrilməsi 11-ci əsrdə Səlcuqların mərkəzi hər ikisi şəhərdə olubdur. Canişinliyin mərkəzi Gəncə və Beyləqan ortaq olacaq. B üçə gedir. Monqol yürüşləri nəticəsində dağıdılması hər ikisi də dağıdılmışdı, amma bizdən 11-ci əsr soruşduğunu. Monqollar isə 12-ci əsrdə yürüş ediblər. Ona görə də daha doğrusu Monqolların yürüşü 13-cü əsrdə 1220-ci ildə başlayır. 1201-ci yürüşdə Beyləqanı dağıtmışlar, 2-ci yürüşdə də Gəncəni dağıtmışdılar 1235-ci ildə. Şəddadilər dövlətinin paytaxtı olması, Şəddadilər dövləti 1088-ə qədər davam edir və paytaxtı Gəncə şəhəri olmuşdur, düşür 11-ci əsrə. Müsafirin başçılığı ilə xalq hərəkatının baş verməsi, qəssab müsafirin üsyanı Ərəb xilafətinə qarşı olmuşdur. Bu xilafətin də dövrü biz bilirik ki, 7-ci əsrdən 9-cu əsrə qədər Azərbaycanda olmuşdular. Xilafət dövrü, yəni 11-ci əsrə aid olmur. D, A, B cavab olacaq D bəndi. 41-ci suala baxırıq. Azərbaycan ordusunun Laçın və Qırmızı Bazar istiqamətində düşmən qüvvələrini aldadıcı döyüşlərə cəlb etməkdə məqsədi Ağbulaq, Qızılqaya yüksəkliklərini ələ keçirmək. Deməli, Laçın və Qırmızı Bazar istiqamətində düşmən qüvvələrini aldadıcı döyüşlərə cəlb etməkdə əsas məqsədi bu idi ki, Şuşa üzərinə yürüşə keçirdi. Bu zaman Azərbaycan ordusu çox gizli olaraq əməliyyatı həyata keçirirdi və düşmənin gözləmədiyi Qırmızı Bazar yolu yox, onun qərbindən yolsuz bir ərazidən, dağlıq meşəlik ərazidən, çətin keçən ərazidən keçərək getmişdilər. Xüsusi təyinatlı qüvvələr və digər hərbi birləşmələrlə. Məqsəd Şuşanın işğaldan azad etməkdir. Cavab Y olacaq. 2020-ci il noyabrın əvvəllərinə düşür. Naxçıvan Həştbehiş Gülüstan türbəsi Naxçıvanda yerləşir. 13-14-cü əsrlərdə tikilibdir. Təbrizdə Həştbehiş sarayı uyğun gəlir. 15-ci əsrdə 1483-cü ildə tikilmişdi Yaqub Padşahın dövründə. Gəncə Şah Abbas məscidi 17-ci əsrə aid olacaq. 1, 4, 5. O 43-cü suala baxırıq. Xan sülaləsinin hökmranlığı dövründə Çinin xarici siyasəti üçün xarakterikdir. Xan sülaləsinin hökmranlığı dövrü başlayır eradan əvvəl 206-cı il bizim eranın 3-cü əsrin əvvəllərində.
Bizdən bir də həmin soru xarici siyasəti. Qərbi Hun dövlətinin süquta uğradılması eradan əvvəl 36 bu doğrudur. Qırmızı qaşlılar üsyanı yatırılsa 1-ci əsrdə baş verir. Yatırılır, amma daxili siyasət idi. Hunlarla Pinçen sazişinin imzalanması. Pinçen sazişi eradan əvvəl 200-cü ildə imzalanıbdır. Bu da xarici siyasətdir və Xan sülaləsi dövrünə düşür. Koreyanın işğalı da Xan sülaləsi dövrüdür. Talas döyüşü isə 751-də ərəblərə məğlub oldular. Amma bu Tan sülaləsi idi. Xan sülaləsi deyildi. 1, 3, 4 cavab B bəndi. Daha əvvəl baş vermişdir. Bakı Subsa Qərb neft kəmərinin istifadəyə verilməsi 1999-dur. Azərbaycan NATO sülhnaməyə tərəfdaşlıq proqramına qoşulması 1994. TANAP-ın açılış mərasiminin keçirilməsi TANAP 2018-dir. Azərbaycan milli qəhrəmanı adının müəyyən olunması 1992-dir. Füzulinin Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsi 1994-dür. Deməli, cavab əvvəl soruşur, milli qəhrəman olacaq. Adının müəyyən olması. 12-ci yüzillikdə müqəddəs Roma imperiyasının İtaliyanın şimalını işğal etmək cəhdinin uğursuz olmasının səbəbi burada Papa ilə şimali İtaliya şəhərlərinin ittifaq qurması və bu ittifaqa qarşı müqəddəs Roma imperiyası məğlub olur və nəticədə müqəddəs Roma imperiyasında dağınıqlıq dövrü başlayır, siyasi dağınıqlıq dövrü. Biz bilirik ki, Alman dövləti Verden müqaviləsindən sonra vahid şəkildə birləşmişdi, ancaq bu məğlubiyyətdən sonra isə parçalanır. 46-cı sual. Şimali Azərbaycanda mülkədarların kəndlilər üzərində polis və məhkəmə hakimiyyətinə sahib olduğu dövrdə hansı dövrdür? Deməli, 1846-dan 1865-ə qədər. 46-cı ildə reskriptlə başlayır bu hüquq, polis və məhkəmə hüququ verilmişdi bəylərə və ağalara, mülkədarlara. 65-ci ildə isə kənd cəmiyyətləri haqqında qanunla ləğv edilmişdi. Neft quyularına təhkim edilmiş kəndlərin məcburi əməyi ləğv edildi. İlk dəfə 1864-cü il Balaxanı neft mədənlərində. Bu da düşür elə həmin dövrə, cavab A-dır. Digər variantlar niyə olmaz? Baxaq. Sahibkar kəndlərin müvəqqəti mükəlləfiyyətli vəziyyətindən azad oldular. 1912-13-cü illərdə mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası aradan qaldırıldı. Bu olacaq 1840-cı il 10 aprel qanunu ilə. Ağa və bəylər ali müsəlman silki adlandırılmağa başlandı 1843-dür. Kəndlilər üzərinə hərbi vergi adlanan əlavə mükəlləfiyyət qoyuldu 1887-dir. Ərəblərin Şərqi Avropa yürüşlərinin qarşısı alındı. Bu Xəzər xaqanlığı ilə mübarizə nəticəsindədir. Xəzərlərin ərəblərə qarşı mübarizəsi nəticəsində cavab C götürüləcək. 200 ilə yaxın müharibə aparırdılar. Axırda ərəblər qalib gəlsələr də, amma Şərqi Avropaya yürüşlərin qarşısı alınmışdı. Xəzərlər ərəblərin qarşısını almışdı. Həmçinin də şimal tayfaların cənuba yürüşün qarşısını almışdı. Göstərilənlərin aid olduğu ərazini müəyyən edin. Bunu xəritəni qaldıraq. 19-cu əsrin 40-cı illərində quberniyaya çevrilmişdi. Burada Şamaxı da ola bilər, Dərbənd də ola bilər, düz Dərbənd verməyibdi, İrəvan da ola bilər. Şəhər özünü idarə orqanı təşkil edilmişdi. İrəvanı götürə bilərik. 19-cu əsrin 80-ci illərində müəllimlər seminariyası fəaliyyətə başlamışdı. Bəli, 1881-ci ildə İrəvan olacaq. Doğru cavab İrəvan da 3-də yerləşir. Cavabımız C olacaq. Rəşd və Gəncə müqavilələrinə əsasən Şah II Təhmasib Səfəvi ərazilərini Rusların işğalından xilas etdi. Rəşd müqaviləsi 1732, Gəncə 1735-dir. İkinci Təhmasibin hakimiyyət illəri 1722-1732-ci illər. Deməli, Rəşd müqaviləsinin imzalanması 2-ci Təhmasibin hakimiyyəti dövrünə düşür. Amma 35-də artıq Təhmasib yox idi. Səfəvi torpaqları Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürüldü. Xeyr.
Ermənilər Xəzər sahili vilayətlərə köçürüldü, yox. Rus tacirləri Səfəvi ərazisində gömrüksüz ticarət imtiyazlarına sahib oldular. Bu doğru cavab olacaq. Həm Rəşd müqaviləsində, həm də Gəncə müqaviləsinə əsasən Rus tacirlərinin gömrüksüz ticarət imtiyazları var idi. Həmçinin hər iki müqavilənin oxşar cəhəti də başqa düşsə, başqa tip suallarda gələ bilər ki, Rus qoşunları Azərbaycan torpaqlarını, Xəzər sahilini işğal etdiyi əraziləri tərk edirlər. Bəli, hər ikisində də var. Rəşddə Kür çayına qədər, Gəncədə isə artıq Terek çayına qədər bütün Xəzər sahili əraziləri tərk edirlər. 50-ci sual. Göstərilənlər aiddir. 3-cü Antioxun qoşunları məğlub oldu. Selevkilər dövləti parçalandı. Atropatena öz müstəqilliyini bərpa etdi. Söhbət nədən gedir? Təbii ki, Maqneziya döyüşündən. Eradan əvvəl 190-cı ildə olmuşdu bu döyüş və nəticələri də bu sadaladıqlarım idi. ABŞ-də çiçəklənmə illərində istehsala yeni texnologiya və konveyer sistemi tətbiq edildi. Əhalinin həyat səviyyəsi yaxşılaşdı. Bütün bunlar ölkə mühacir axınını son dərəcə artırdı. Artıq ABŞ-nin əsas probleminə çevrilən bu məsələni həll etmək üçün yeni mühacirət qanunu qəbul edildi. Biz bilirik ki, Calvin Coolidge'in dövrünə düşür bu. Coolidge'in dövründə yeni mühacirət qanununa əsasən ölkəyə mühacir axınına məhdudiyyət qoyulur. Bizdən soruşur ki, mətndə bəhs olunan dövrlə ABŞ prezidenti Lyndon Johnsonun hakimiyyəti dövrünü fərqləndirən cəhət. Lyndon Johnsonun hakimiyyəti dövründə mühacirət haqqında qanun qəbul edilə bilmir və ona görə də mühacir axını daha da sürətlənir. Ancaq bayaq dediyim Calvin Coolidge'in dövründə isə ölkə mühacir axınlarının qarşısını ala bilmişdi, məhdudlaşdıra bilmişdi. Doğru cavab burada yeni götürəcəyik. Şəmsəddin Eldəniz Yusif İbn Əbusazdan fərqli olaraq Azərbaycanda yeni dövlətin əsasını qoydu. Bəli, Eldənizlər dövlətinin əsasını Şəmsəddin Eldəniz qoyub, Yusif İbn Əbusaz isə yeni bir dövlət qurmamışdı. Qardaşı Məhəmməd İbn Əbusaz dövləti qurmuşdu. Dəbil şəhəri uğrunda mübarizə hər ikisinə aiddir. Gürcülərlə vuruşmada qələbə qazanmışdı. Doğrudur, ikisinə də aiddir. Doğrudur dediyim hər ikisinə də doğrudur. Dərbəndi öz hakimiyyəti altında birləşdirmişdi. Bütün Azərbaycanın tutduqlarına görə Dərbəndi də hər ikisi tutublar. Şirvanşahlar dövlətini asılı hala salmışdı. Bəli, bütün Şirvanşahları hər ikisi də asılı vəziyyətə salmışdı. Uyğunluq pozulmuşdur. Korska adasının tutulmasında Fransaya yaxından kömək göstərmişdi Osmanlı dövləti. Burada pozulmayıbdı uyğunluq. Doğrudur, Osmanlı kömək göstərmişdi. Çar məmurların əhali hesabına saxlanılması qaydasını ləğv etmişdi 4-cü İvan Groznu. Bu da doğrudur. İngiltərənin respublika elan olunması ilə nəticələnmişdir şanlı inqilab. İngiltərə respublika olubdu 1649-cu ildə. Şanlı inqilab isə baş veribdi 1688. Görürsünüz ki, ondan əvvəl olubdu. Yəni burada uyğunluq pozulubdu. 7 illik müharibə dövründə baş vermişdi Saratoga döyüşü. 7 illik müharibə baş veribdi 1756-63 İngiltərə-Fransa arasında. Saratoga döyüşü isə 1777-ci ildə ABŞ ilə İngilislər arasında baş vermişdi və eyni ildə olmamışdı. Deməli, eyni dövrdə olmamışdı. Burada da pozulubdu. Cavab 3-4. 54-cü suala baxırıq. 14 və 15-ci əsrlərdə Şirvanşahlar dövlətinin tarixi üçün səciyyəvidir. Təbriz üzərinə hərbi yürüşlərin təşkil edilməsi. Bunu götürəcəyik. Niyə? Şirvanşah Çavus ibn Keyqubat da 14-cü əsrdə yürüşlər etmişdi. 1406-cı ildə Şirvanşah İbrahim də yürüş etmişdi. Əmir Teymur ilə müttəfiqlik münasibətinin saxlanılması. Əmir Teymurla müttəfiqlik münasibəti 1386-da Əmir Teymur Azərbaycanın gəlişindən ölümünə qədər, yəni 1405-ci ilə qədər müttəfiq olmuşdu. Şirvanşahlar onunla deməli hər iki əsrə də düşmüş olur. Qonşu dövlətlər tərəfindən asılı hala salınması. Şirvanşahlar qonşuları Hülakülər idi, Cəlarilər idi 14-cü əsrdə onlardan asılı vəziyyətdə olmuşdu. 15-ci əsrdə isə
götürə bilərik. Qaraqoyunlu dövlətindən asılı vəziyyətdə olmuşdu. Bunu da götürürük. Monqolların basqınlarına qarşı mübarizə aparılması. Monqolların basqınları 13-cü əsrdir. Bunu çıxılır. Kəsranilər sülaləsi tərəfindən idarə olunması. Kəsranilər sülaləsi 1027-dən 1382-yə qədər, yəni 15-ci əsrə keçmir. Cavab 1, 2, 3. Müqəddəs birlik ilə aparılan müharibə nəticəsində Osmanlı dövləti. Müqəddəs birlik 1684-də yaranır və Osmanlı dövləti ilə apardığı müharibələrdə 1699-cu ildə Karlovitsa müqaviləsi ilə böyük ərazilər ələ keçirmişdi müqəddəs birlik dövlətləri. Osmanlı Avropada böyük ərazilər itirmişdi. Baxırıq, Rusiya Bosfor Dardanel boğazlarının sərbəst keçməyə hüququ aidiyyəti yoxdur. Mərkəzi Avropadakı ərazilərin xeyli hissəsini itirdi. Dediyim kimi, Krım xanlığının müstəqilliyini tanıdı Osmanlı dövləti. Bu Yassı sülhünə aiddir, 1791. Durğunluq dövründən geriləmə dövrünə qədəm qoydu. Bəli, 1699-da artıq durğunluq dövrü başa çatır, geriləmə dövrü başlayır. 2, 4 cavab olacaq. Xronoloji ardıcılığı müəyyən edin deyir. Biraz yuxarı qaldırım. Xronoloji ardıcılıq. Almaniya imperiyasının yaradılması 1871'dir. Viyana Kongresinin çağırılması 1814-15-ci illərdə. Kutul Amarədə Türk qoşunlarının qələbə qazanması 1916-cı il. San Stefano döyüşü sülhü 1878-ci il. Xronoloji ardıcıllıq 2, 1, 4, 3. 19-cu əsrin ikinci yarısında Azərbaycan iqtisadi vəziyyəti ilə bağlı uyğunluğu müəyyən edin deyir. Xanabad bizdən ikinci yarısını soruşur. Xanabad manufakturasının fəaliyyətə başlaması 1827-ci ildir. Heç birinə aid deyil. Birinci yarısına düşür. Sahibkar kəndlilərin müvəqqəti mükəlləfiyyətli vəziyyətindən azad olmaları 1912-13-cü illərdə 20-ci əsrə getdi çıxdı. Yelizavetpol quberniyasının əsas taxılçılıq mərkəzi olması, bəli, 19-cu əsrin ikinci yarısı götürə bilərik. Hansına aiddir? Kənd təsərrüfatı, sənaye, təbii ki, taxılçılıq deyirsə, kənd təsərrüfatı olacaq 1-ci. Qalakənd su elektrik stansiyasının inşa edilməsi 20-ci əsrin əvvəllərinə düşür. Siemenslərə məxsus mis əritmə zavodunun işə salınması isə 1865-də Gədəbəydə, 1883-də isə Qalakənd mis əritmə zavodu işə düşmüşdü. Bu da olacaq sənayeyə. 1-ə C, 2-yə Y. Növbəti sual. Mənbə sualına baxırıq. Sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Şahənşahın vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün 1 il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün 5 illik müddət müəyyən edilir. Mənbədə hansı müqavilədən bəhs olunduğunu qeyd edin. Bu, təbii ki, Türkmənçay müqaviləsi olacaq. Türkmənçay müqaviləsi 1828-ci ildə imzalanmışdı. İlə ehtiyac yoxdur, sadəcə dedim. Növbəti sualda deyir ki, köçənlərin hüquqlarını müdafiə edən maddənin müqaviləyə əlavə etməkdə Rusiyanın hansı məqsədləri var idi? Yəni, ermənilərin köçürülməsi ilə bağlı Rusiyanın məqsədlərini soruşur bizdən. Burada kütləvi surətdə ermənilərin Şimali Azərbaycan köçürülməsindən əsas məqsədi idi. Burada Rusiyanın əsas məqsədləri nələr ola bilər? Şimali Azərbaycanda xristianlaşdırma siyasəti, Şimali Azərbaycanda
Xristianlaşdırma. Başqa nə deyə bilərik? Osmanlı və Qacar dövlətləri ilə sərhəddə bufer zona yaratmaq deyə bilərik. Bufer zona yaratmaq. Özünə dayaq da yaratmaq deyə bilərik. Bölgənin ərazisinin idarəçiliyi asanlaşdırmaq, özü üçün asanlaşdırmaq. Bu kimi fikirləri biz qeyd edə bilərik. Mənbədə bəhs olunan müqavilənin şərtlərinin Azərbaycan üçün iki mənfi cəhətini yazın. Bizdə qeyd edə bilərik ki, Azərbaycan yerli əhali ümumi torpaqlarından məhrum olundu. Yerli əhali torpaqlarından məhrum olundu. Məhrum oldu. Başqa biz buna bir deyək. Başqa nə deyə bilərik? Azərbaycan ərazisində ermənilərin sayı kütləvi şəkildə artırıldı. Əhalinin etnik tərkibi dəyişdirildi. Etnik tərkib dəyişdirildi. Gələcəkdə Ermənistan dövlətinin yaradılmasına və milli qırğınlara şərait yaradıldı. Ermənistanın yaradılması qeyd edə bilərik. Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması. Bu kimi Azərbaycan üçün mənfi cəhətləri qeyd edə bilərik. Bu qədər əziz dostlar. Şərhlərlə öz fikirlərinizi bildirə bilərsiniz mənə. Sağ olun, növbəti izahlarda görüşərik.